Hər birinizi hardan salamlayıram. Tapın görüm hardan salamlayıram. Yenə zondayam, zondayam, Amazondayam. Deyərsiniz ki, sən Amazonda getmişdin, nə hoqqa verirsən, niyə təzədən Amazona qayıtmışsan? Yaxşı edirəm, qayıdıram, heç kim necə. Bura gördüyünüz yer Amazondur. Amazonun Belém şəhəridir. Amazon Belém şəhəri Braziliyadadır. Elə bir ki, Amazonun giriş qapısı hesab olunur o Belém şəhəri. Belém də deyirlər. Azərbaycan dilində Belén deyərək tərcümə olunur. Belém də deyirlər. Belén də səni qanına Belém. Belə bir yerdir. Burada onun belə deyim, bulvarıdır Amazon çayının sahilində. Əslində bu çay Amazon çayı tam olaraq Amazon çayı getmir. Bu çayın adı Guaxara çayıdır. Prosto yəni Amazondan gəlirdi. Elə Amazon kimi belə sən də Amazonsan, sən də Amazonsan. Elə yola verirlər, gedir bu çayı və dediyim kimi Amazonun giriş qapısı hesab olunur. Hal-hazırda olduğum Belém şəhəri. Burada Estação das Docas belə bir yerdir. Bu elə bir ki, bu Belémin bulvarıdır. Bulvar tərzi bir şeydir. Burada belə restoranlar falan 5 məkan var. İçərisi buranın restoranlardır. Burada cəmaət burada deyir, günür əylənir. Gənclər vaxt keçirir falan. Belə bir yerdir. Belém şəhəri həm də ki, bir sözlə Braziliya ştatlardan ibarətdir. Amerika Birləşmiş Ştatları kimi Braziliyanın da ştatları da çox böyük yerdə. Braziliyanın da ştatları var və Belém də ki, o ştatlardan birisi olan Para ştatının paytaxtıdır. Gördüyünüz bu şəhər. Kardeş, çox fikirli səni, çox nəyin dərdini çəkirsən sən? Bu şey deyil, bəbirdir bu, şeydir. Nədir o? Bəbirdir bu. Bəbir, yox. Bəbirdir, Jaguar. Jaguar. Bəbirləri birisindən sayırlar. Bir bəbir. Deyəsiniz ki, indi burada bir bəbir şey, Jaguar şeyinin burada nə azları var. Niyə bura? Məsələn, burada da var, burada da var, orada da var, qabaqda da var. Çoxlu Jaguar heykəlləri qoydular. Niyə o Jaguar heykəlini qoydular? Çünki Jaguar Amazonun simvollarından birisidir. Amazonda tez-tez, özəlliklə Braziliya tərəfində çox tez-tez rast gəlinən bir heyvandır. Onun üçün də elə Amazonun simbol, Belémin də ümumiyyətlə simvollarından birisi olaraq hər yerə belə heykəllərini qoydular. Amma qurban olun, bunu biraz güləriz şeylərdiniz də. Çox fikirlidir. Yox, kardeş. Nəyin dərdini çəkirsən, bədbax oğlu bədbax. 3-də alacağın yox, 5-də verəcəyin yox. Çox qəmgin səni. Nəysə də, eləmə xoş gəldiniz. Hələ bunun hələ bığına alın. Ne jiltoronca bu. Bu sahil zolağı kimi. Buranın elə bir belə bulvarıdır da, söz. Amma bir dənə babat isti var. Çox istidir kardeş. Ölləm. Şeylə bu kardeşimiz də Amazonun yerlərindən birisidir. Göt qəbiləndə yaşadığına çıxıb bu şəhərdə, bu cəmaatın arasında niyə cəmaat şəhərdən qaçır, sən də şəhərə qaçırsan? Get kişi, get, gir meşənin dərlərində, it orada. Kim kimi qəbilədə yaşayış var, gəl. Ağaç sənə. Lütfen palçıq sürtmə, o çıxmır onun şeyi. Adından qışın yağış yağır. Neysə. Dediyim kimi, bax sizə indi göstərim. Dediyim kimi, Belém Para ştatının paytaxtıdır. Bu gördüyünüz ştatın bayrağıdır. Paran bayrağı. Bu Braziliyadır, Paradır. Bu Braziliya, bu Para. Bu Para, bu Braziliya. Para ümumiyyətlə çox böyük ştatdır. Azərbaycandan çox daha böyük bir ştat. Üçündə bir yerdir. Ağaçı batı, doydu. Yıxılıb ölmüşdüm. O başımı işləmişdim. Nəysə, çox böyük ştatdır Para və dediyim kimi onun ştatdır. Yıxılmışdım. Onun paytaxtı da Belém şəhəri. Burada Belémin belə deyim bazarı. Belém bazarı. Hər şey elə bir şey sence. Talkuçka tərsi bir şeydir.
burada şeyler zıtlar var. Bura forma var esas. Qabaqda şey var. Nədən olmaz? Bura paltardır. Ama qabaqda böyle yemək, yeyib içmək zad var. Belə bir yer. Şey yadıma düşdü. Rio'da yazırsa gəlir. İşlənmiş əşyalar da satılır küçələr. İşlənmiş batareya satılır. Yəni düşün, işlənmiş oraya yadıma düşdü. Ama böyle geniş bir bazar. Yani bunun o tarafı falan da var. Burada önce yiyip içmek yeridir. Ama ki burada ne var burada? Oy. No. Maraqlı bir yer. Burada alırlar, burada yeyirlər. Ve maraqlı bir bazar. Daima var, daim karizma da. Karizmanın öz evladı. Öyle. Yani hijyen desem var. Adam var ya kardeş, çok adam var. Çok orada önce yemek yiyorsunuz akı. O ben sıkıldım. Bu yaxşı. Böyle. Burada bunların dediğim gibi böyle yemek falan öyle burada alırlar, burada yeyirlər, burada içirlər falan beşmişən elə bir yerdi. Gördüğünüz yer. Ama maraqlı yerdi. Burada meyve, tərəvəz, nə bilim çərəzlər falan. Çox dadlı bir şeydir. Dadlı deyil əslində, çox belə fərqli bir dadı var. Ona deyirlər şey, kara şabalıdır. Kara şabalıdır. Yemişdir bu yoksa mango yemiş. Mangodur bu, mango. Mangodur bu. Yani, çok öyle meyvelerin çok başını çıkandı. Burada da var üzüm. Mango da bu. Armut yemiş. Yani. Larenka, bu şey mandarin, böyle mandarin var ha. Banan. Kitayski gibi değil bu. Kitayski pomidor. Pomidor okşurdadır ama böyle turş pomidor. Bu arada onu diyeyim. Amazon'da pomidor çok lüks bir şeydir. Daima var ne vereceğine yatı be. 2 alacağız 5'te vereceğiz. Amazon'da pomidor lüks bir şeydir. Onun için de çok asanlıkla tapılmış. Pomidordur, xiyardır. Bunlar Amazon'da biraz çətin tapılan şeyler. Ay bu olan içkiləri. Jumbo. Çaça. Ve maraqlı içkiləri var. Qorxdum. Maçetesini girəcək gözüməyə. Yəni belə gözəl, maraqlı bir bazarları var bunların. Nədir bura, nədir? Burada da böyle maraqlı içkiləri falan var. Görüyorsunuz. Çayı bunların şeyidir, donadır. Ne deyil ama? Bir meyvəsidir. Böyle palma ağacına oxşar bir ağacdır, onun başında yetişir açay. Böyle maraqlı içkiləri falan var.
Yəni bu da bunların bazarı. Amma dediyim kimi belə maraqlı, rəngarəng bir bazarları var. Belem şəhərində. Belen. Səni qanına Belen. Onların. Burada da balıqlardır. Burada balıqlardır. Əslində bu Amazonun kənarı balığı ilə daha məşhurdur. Nəyə görə? Çünki yer göy balıq da Amazondan tutub. Yenə belə qurudurlar bunları. Belə bükürlər, rulon edirlər. Sonra da getirib burada satırlar. Bilirsən? Getirib belə burada satırlar. Qabaqda da bir dənə balıq bazarı var. İki bir balıq bazarı var. İndi ora gedəcək. Não dá hora, 70 centavos. Ay ya, çöldə bir dənə babat yağışı var. Bir dənə babat yağışı var. Aman Allah. Burada daim də göy-göyərti satır. Bu parfüm ne diyorsun? Para parfüm. Şeydi o, duhudu. Duhulu olan duhlarına var. Ne kadar? Yan yeri duhları var. Burada bunların balık pazarıdır. Aynen. Burası Günortadan sonra gəlmişəm. Bunlar günorta bağlayırlar buranı. Günortaya qədər işləyirlər. Allah mən öldürsün. Niyə gec gəldim bura? Neyse belə. Evet. Burada bunların balıq bazarıdır, amma günortaya qədər işləyirlər. Deyə bağlayıbdılar. Lan balıq bazarıdır, amma günortaya qədər işləyirlər. Bunun rahatlıq. Günortaya qədər işləyirlər, sonra da gəlirlər burada oturub kart oynayırlar. Axşama qədər işlə də. Bəlkə mən işdən 4-də çıxıram. Saat 2 olur bağlayıb gedir. Çox belə yağış gücləndi. Yağış gücləndi. Gedəməyəcəyik heç ara. Heç nə. Yağış gücləndi, qaldıq burada. Bəli, Mama Qurban Dur Yerində At adlı filmimiz burada davam edir. Çünki Belen də isti şəhərdir və bütün isti şəhərlərdə olduğu kimi burada da homelesslar. Əslində homeless deyil, çoxsu. Sadəcə olaraq küçədə yatmaq istəyir. Yəni gedib küçədə yatır sadəcə olaraq. Budur. Yəni ya da bunların qayıqlarının, gəmilərinin falan olduğu yer. O nə qədər can var. Bunlar gedirlər, balıq da tutub gətirirlər. Balıqları falan 5-ci tuturlar və buradan gedirlər, balıqları tuturlar, gətirirlər, orada satırlar. Günortaya qədər. Günorta istirahətə çıxırlar. Adını quşlar. Nə quşlar? Neyse. Günortaya qədər balıqlarını satırlar, sonra da gedirlər, divələrini içib yatırlar. Elə bir maraqlı həyat. Görürsünüz bu kardeşler de burada şeyler ne bileyim. Orada ayakkabısın falan. Normalde yani ben özüm görmüşəm ki, amma bu pilləkənlərin ən üst nöqtəsinə qədər gəlib çıxır çay, Amazon çayı. Ən üst nöqtəsinə qədər gəlib çıxır və bu kardeşler gəlib bu girirlər bunun içinə. Çünki Amazon çayı bu zirzibilləri gətirib bura tökür və onun içindən girib belə lazımlı plan 5 məkan özlərinə lazım ola biləcək, istifadə edə biləcəkləri şeyləri seçib götürürlər. Amazon çayı içinə girirlər, içinə üstünə çıxırlar falan. Yəni belə. Amma bu ilə Amazon biraz çəkilibdi, amma yağış yağır, yəqin ki təzədən güclənəcək. Belə. Bu quşlar da ki belədən. Yəni dediyim kimi aslında bu dediğim kimi bu kardeşler görürsünüz bu lotu gezen kardeşler buralar kalkanda suyun yüksekliği kalkanda girirler buradan suya tullanırlar falan, oradan girirler buradan çıkırlar ki o suyun Amazon'un o
belə deyim, gətirdiyi o zirzibillərin içindən lazım ola biləcək şeyləri götürürlər, onları sonra istifadə edirlər. Deyirlər, qonaq qənimətdir, belə cəmaət varlanır deyib, onları seçirlər, yığırlar oradan. Belə bir yerdir, Belem şəhəri. Əslində, bura, belə deyim də, Belem şəhəri. Ümumiyyətlə, bütün Braziliya şəhərləri Portuqaliya memarlığı. Portuqaliyada olanlar varsa bilərlər ki, yəni bildiyin Portuqaliyanı xatırladır bütün bu Braziliyanın şəhərləri. Çünki nəyə görə Portuqaliyalı memarlar tikirdi bu şəhərlərin hamısı. Hamısı Portuqallar tərəfindən tikilmiş şəhərlərdir və aşağı yuxarı hamısı demək olar ki Portuqaliyaya oxşuyur. Necə ki, məsəl üçün biz Argentinada olan deyilik, Argentina oxşuyur. Nə bilim, bütün Argentina demək olar ki İspaniya oxşuyur, Madridə oxşuyur. İspaniya deməyək, çünki İspaniyada ərəb təsiri var deyin, ərəblərin məsələn Əndəlüsiyada falan ərəblərin ciddi təsiri var. Bütün İspaniyada Madridə oxşuyur. Buenos Aires balaca Madrid kimi görünür. Yəni Madridin başqa versiyası kimi görünür. Məsələn, Çiliyə gəlsən Santiago elə, Ekvadora gəlsən Quito elə. Onun üçün də dediyim kimi oralar necə ki Portuqaliya oxşuyur, İspaniya oxşuyurdularsa, Braziliyada Portuqaliya oxşuyur. Çünki Cənubi Amerikada bütün demək olar ki ölkələrin hamısı, 200 Surinam, Guyana falan xarici olmaqla, bütün ölkələrin demək olar hamısı İspaniya müstəmləkəsi olub, təkcə Braziliya hara olub? Portuqaliya olub. Deyəcəyiniz ki, bu Portuqallılar bu şey deyibdilər, gəlibdilər bu özünə deyibdilər, burada şəhər tikib. Yox. Belem ümumiyyətlə bu şəhəri salmazdan öncə Amazon çayına, bu gördüyünüz Amazon çayına görürsünüz. Bu Amazon, əslində bu dediyim kimi Amazon çayı deyil, amma buna deyiblər ki, sən nə Amazonsan yürü, Amazon çayına nəzarət eləmək üçün belə bir burada qala tikirlər ki, Amazon çayına girişə çıxışa nəzarət eləsinlər. Çünki Amazon çayının başladığı yer o vaxtlar İspaniya müstəmləkəsi olan Perudur. Perudan falan gəlirdi. Və qadam bunları İspaniya verəsi deyil ki, bu Amazona girişə çıxışa nəzarət eləyək, Amazonun bir yiyəsi bilinsin. Onun üçün də nə edirlər? Burada bir qala tikirlər. Bu gördüyünüz qala. Və bu qalanın da ətrafında artıq başlayır şəhər formalaşmağa. İndiki Belem şəhəri formalaşmağa başlayır və Belem şəhəri kauçuk bumundan sonra Belem ümumiyyətlə bu Amazonlarda kauçuk bumu olur. Çoxlu kauçuk ağaçları falan var burada. O bundan sonra çünki Avropaya inanılmaz kauçuk gedir buralardan, inanılmaz və o bundan sonra daha düşür, böyüyür. Buranın memarı falan beşmişə hamı axır gəlir bura. Orada nəysə axırda kauçukun qiymətləri bum aşağı düşür və Belem şəhərinin də iqtisadiyyatı belə deyək çökmüş olur. Amma nə qədər çökürsə çöksün, buradakı insanlar artıq öz yaşayışlarını burada formalaşdırıb da eləyibdir falan beşmişən. Belemdə ona görə də yaşayış qalmağa davam edir və dediyim kimi dediyim kimi bu formada Belem şəhəri formalaşmış olur və bugün Belem şəhəri Amazonun giriş qapısı hesab olunur. Çünki Amazon çayı artıq Belemdən etibarən gedir Atlantik okeanına tökülür və onun üçün də Belem şəhəri Braziliya üçün çox tezə Braziliya üçün ümumiyyətlə Amazon üçün çox önəmli bir şəhərdir. Fikir verim o binaların falan üstünə. O Portuqaliya, Portuda yadınızda yer göstərmişdim ya. O Azulejoslar. Portunun Azulejoslarının o memarlıq tərzindən bu binalardan da bəzilərində var, görürsünüz. Üstünə bunların nə deyil o, mərmər deyil, nə deyil? Azulejos məncə o metlak, kapel metlak tərzi bir şey vururlar binaların üstünə. Azulejos bax odu Belem şəhərində də bəzi yerlərdə ona rast gəlmiyor. Çünki dediyim kimi Portuqaliya memarlığı demək olar ki Braziliyada birəbir kopyalanır. Qardaş, çox istidir, dəhşət istidir. İstidən də əlavə, bax, indi yağış yağdı, bax, bayaq. O yağış yerə çökür, sonra o yağış təzədən bu isti ilə buxarlanırdı ya. Bir dənə nəm, bir dənə rüt. Aman Allahım, ölürsən. Elə bir şeydir. Hangi için mənzərəsi var. Şimdi qışın fürsəti. O rütubət, o şey, o nəmlilik adamı daha çox yorur.
istidir, o yağış yağır, buxarlanır, sonra o isti ilə birlikdə buxarlanan gedir, təzədən yağır, təzədən düşən, təzədən belə dövr edir. Bax, kilsələrin falan da var, görürsünüz. Kilsəsi, planı, evləri. Gəzəndə özü Portudaymış kimi hiss edirsən. Düzdür, Portun verdiyi o gözəl vibe verə bilməz təbii ki, çünki Porto möhtəşəm bir şəhərdir. Çox sevirəm Portunu, amma dediyim kimi o, belə deyim, o memarlıq falan, Portdakı memarlıq burada yansıyıb. Əslində Belém şəhəri çox böyük şəhərdir. Yəni buranın, belə deyim, modern yerləri falan daha çoxdur. Amma mən çalışıram ki, sizə biraz daha tarixi yerləri, biraz daha arxa küçələrin falan göstərim. Çünki o modern binalar, o böyük binalar, hündür mərtəbəli binalar falan artıq, belə deyim, hər yerdə görməyə öyrəşdiyimiz bir şeydir. Yəni bu şəhərlərin, belə deyim, əsl ruhu, şəhərin əsl ruhu belə küçələrdə olur. Yəni arxa küçələrində falan olur. Yəni onun üçün belə yerdə mənim daha çox marağımı çəkir. Burada qaynaqçısı var, şükür bayımız orada svark eləyir. Uşaq vaxtı elə bilirdim. O deyirlər svarkaya baxmam. Elə bilirdim bəs günahdır ona baxmaq. Onun üçün baxmaq olmaz. Sonra öyrəndim ki, yox, tema başqa. Burada da görürsünüz Para ştatının bayrağı. Burada da para. Bura para da yani. Ama bütöv de ola bilərdi. Paradır. Belə. Görürsünüz bu da bayrağıdır. Normalde bu hovuz dolu olurdu. Uşaqlar uşaqlar hovuzda çimirdi. Havuzu boşaltmışlar. Zalımlar. Uşaqlar orada istidə çimirdilər. O havuzu boşaldı. Oy. Bu da Para ştatının bayrağı. Para. Böyle bir Para ştatdır. Burada da bir tane terminalları var. Amazon çayındakı bu adalara və yaxud da ki komünitelərə, kəndlərə falan getmək üçün gəmilər buradan gedir. Cəmaət bilet sat buradan alır. Gedir, oradakı adalara falan gedir. Amma təbii ki mən gəmiyə harası getmək üçün yox. Burada sərindir, sərinləmək üçün bura girirəm. Çöl çox istidir. Dedim biraz burada sərindir. Bunlar da elə biləcəklər və bilet alırım. Burada Belém şəhərində dediyim balaca Amazon düzəldibdilər. Mangallas qarças. Nəysə, balaca bir Amazon düzəldibdilər, amma daha çox elə bir uşaq bomboş. Daha çox belə quşlar falan var. O tərz bir parkdır. Bu gördüyünüz park. İndi qabaqda sizə quşları göstərəcəm. Quşlar. Ağları görürüz, hə? Elə biləm bəs heykəldir qoyublar. Sən demə canlıymış. Bax. İkinci səfərdir buraya gələm. İkisində də eyni şoklu. Belə dayanıb da elə biləm bəs heykəldir. Sən demə canlıymış. Canlı, heyecanlı. Hə. Belə quşlar. Niyə bir kefsən? Güzel ki bula, boşul dostlarla oyna elə. Mal dayanırsınız bir qaynın qarşında, nə? Hamınız qardaş, hamınız eyni məhzəbə qulluq, o birisinə baxar. Ulan atası deyəcək. Hamınız eyni məhzəbə qulluq eləyirsiniz. Boş verin, gedin oynayın, qaynayın, qarışın. Siz bir-birinizə belə eləyəndən sonra cəmaət sizə nə oyunlar eləyər, başınızdan belə eləməyin. Burada bir papuqay var, görürsən, səsini də çıxır. Burada papuqaylar var. Çox. Qağaydan sonra ən nifrət elədiyim quş papuqay ola bilər. Çox səviyyəsiz quşdur, çox. Bu quşlara çox üzülürəm, Belə pikef dayanırlar, tərpənmirlər, gedib bir-birlərinlə oynamırlar. Nə bilim, çox üzülürəm bu quşlara.
Yəni, oturub mal orada oturur. Mal burada dayandılar heykəl kimi. Ala quşa bax. Ala quşa bax. Ala buna bax. Ala. Bu nə qəşəng quşdur. Belə. Deməli bu quşlar qocalanda belə bu formada olurmuş. Səviyyəsiz bir vida bürünürmüş. Aa, nə qayırsan? Neysən ha? Tulan gəzir ha bu. Yeriyəmirsən sən? Big boss deyə oturub orada tərpənmir sonra. Yəni bu quşları bura məcburi şəkildə gətirməyiblər də. Yəni quşları tutublar, pasportlarını əllərinə aldılar, deyiblər bizim üçün işləməz. Elə bir şey olmayıbdır. Yəni burada bir mümbit şərait yaradıblar bu quşlar üçün. Bu quşlar da burada dediyim öz xoşları ilə könüllü olaraq burada fəaliyyət göstərirlər. Onsuz da bu quşa nə fərqi var? Mənası mı? Bütün gün oturur burada. Hə, bir tərpən. Heç nə. Hayat bunlara güzel. Yine burada da flamingolar var. Ama flamingo kardeş siz səhrayı olmalısınız axı. Flamingoların rengi qaçır. Gün altında qalmaqdan saralıqdılar flamingolar. Bu flamingolar güclü qorxular oradakı. Bir-birinə baxıb desin, "Aa biz nə çoxuq." Amma bunların rengi səhrayı olmalıdır. Ağarıqlar. Burada böyle kırmızı kuşlar var. Şimdi de olaya yakından çektim o kırmızı kuşlar. Ne? 10 minuto. Yine burada da böyle kırmızı kuşlar var. Aa, orada yumurtluyor değil mi? Böyle. Mənalı bir həyat sürürlər. Yəni də belə bir aslında balaca Amazon yaratmıyor da. Bura ümumiyyətlə Amazondur. Sadəcə olaraq bu Amazonun bu hissəsin biraz park vidinə salıbdılar. Əslində bura Amazoniyadır. Sadəcə olaraq Amazonun bu hissəsini biraz yol düzəldibdilər, onu edibdilər, oturmağa yer qoyub bu formada parka çeviribdilər. Yəni bir şey eləməyiblər burada. Bura gördüyünüz hissə artıq Amazondur. Amazondur. Yine burada da flamingolar. Amma bunların dərdi məni öldürəcək. Flamingo, ay qardaş, siz çəhrayı olmalı ölsünüz. Siz niyə ağappaqsınız? Hə? Mən ölüm niyə ağsınız? Nə olur? Dur. Nədir? Nəyin fikrini edirsiniz? Valla 3 günlük dünya de. Ha, nədir? Nə bileyim oğlum, bunlar. Şu GoPro'nu çırparam təpədə. Nəysə, belə ümid edirəm ki, çox video çox uzandı artıq. Dedim, qısa olsun, az olsun, saz olsun deyərekdən videonu elə burada yekunlaşdırım. Ümid edirəm ki, biraz xoşunuza gələn bir video oldu. Artıq çox da uzatmaq istəmirəm videonu. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.